1 manata, baxın 4 manatdan 1 manata, 6 manatdan 1 manata, 6 manatdan 1 manata, bu da 6 manatdan 1 manata və yaxud da ki, burada dipçəklər var ki, 14 manatdan 2 manata düşübdür, Kopman dipçəkləri var, 10 manatdan 2 manata düşübdür, 4 manatdan 1 manata, 12 manatdan 1 manata, 53 manatdan 10 manata. Bu cür böyük endirimlər çoxdur, Bravo'nun Koroğlu filialıdır bura. Bunlar misal üçün nədir? Bunlar su spreylərdir, hansı ki, başlarına taxsışlanğı. Geçən dəfə yanınızdırsa, burada palatkalar paylaşmışdıq, dəniz məhsullarında qəşəng endirimlər paylaşmışdıq. 100-200 manatlı palatkalar düşmüşdü 10-12 manat. Ona görə həmişə deyirik ki, videolar izlərkən bəyənib takip etməyi unutmayın ki, paylaşımları, endirimləri vaxtında xəbərdar olasınız. Bax, misal üçün çamadanlar var, görürsünüz, keçən dəfə məsələ YouTube-dan izləyəcəyimizdən yazan olmuşdu. Baxın, qiymətinə çıxardacağım, baxın. 190 manatdan 87 manat. Bax, bu cür Kopmanın bahalı çantalar var, hansı ki, ölçüsü də var. Demək ki, 90-ın 120-yə, qiyməti isə gördüyünüz kimi 87 manata düşübdür, 54% endirimdə, 190 manatdan 87 manata. Endirimlər çoxdur, ərzaqlarda da böyük endirimlər var, qeyri-ərzaq bölməsində də böyük endirimlər var. Bravo'nun Koroğlu filialı və yeri gəlmişkən təzə kampaniya start verilibdir. 6 avqust tarixindən 19 avqust tarixinədək və burada göstərdiyim endirim və kampaniyalar bütün Bravo'da keçərlidir. Düzdür, bu elə həssas məhsullar var ki, bunlar məhdud saydadır. Misal üçün, dünən Bravo'nun 20 yanvar filialını paylaşmışam, səhifəmizdə var, görəcəksiniz. 24-25 manatlıq, nə bilim, dipçəklər zadlar düşmüşdü 1 manata. Və o cür məhsullar da təbii ki, qalmır. Adam var, deyək ki, axşam sərində gedib alarıq da. Elə şey fikirləşmək lazımdır, xahiş edirəm. Baxın, 45 manatdan 10 manata. O günlərin bunlardan aslında 1 manata, 2 manata düşənlər vardı, bütün buralar dolu idi. İndi görürsünüz, qutarıbdır. Məhdud sayda qaldı, 45 manatdan 10 manata düşəni var. 7 manatdan, nə bilim, 1 manata düşəni var. 5 manata, qəbətən 1 manata. Və yaxud da ki, burada 44 manatdan 10 manata. Bu nədir, burada görürəm belənçi. 6 manat 50 qəpikdən 1 manata. Bu nədir? 22 manatdan 5 manata. Çox güman ki, bunların qiymətidir. 15 manatdan 3 manata var. Belə maraqlı endirimlər çoxdur, böyük endirimlər çoxdur. Və yenə deyirəm, Bravo'nun Koroğlu filialıdır. Meyvə tərəvəzdə, ərzaqlarda, yüyücü təmizləyici vasitələrdə böyük endirimlər var. 2 manatdan 30 qəpiyə. Və maraqlı qiymətləri qoyurlar valla. Və bu yaxında yenə də böyük endirim kampaniyası paylaşacağıq Bravo'lardan. Möhtəşəm bir şey gəlir qarşıda. Ona görə izləmədə qalın. 40 manatdan 18 manata bu cür stollar var və yaxud da ki, saxlama qabları var. Hansı ki, 29 manatdan 15 manata ki, Bravo'nun Koroğlu filialında. Bəzən kommentarlar oxuram, yazırlar ki, yalandan paylaşırsan. Arkadaş, bax, Bravo, yalandan paylaşırsan sözü deyən insanları mən həqiqətən anlamaqda çətin çəkirəm. Arkadaş, bax, bura haradır? Bravo'dur, düzdür, yəni Afrika deyil, Antarktida deyil. Nədir bu qiymət? Bunu mən qoymamışam ki, düzdürmü? Bravo qoyub, arkadaş. 190 manatdan 87 manata düşüb. Yalandan video çəkirlər. Yalandan video necə çəkirlər, mən onu hələ ki düşünürəm və o insanların düşüncəsi mənə çatmır ki, yalandan video necə çəkilir. Bu arkadaş, Bravo'nun içindən çəkirəm, görürəm, Bravo mühafizə işçiləridir, Bravo'nun müdürləridir, hamısı buradadır, Bravo bütün işçiləri buradadır və Bravo'nun içərisindən biz videonu çəkirik. Elə yalandan deyirsiniz ki, onda bu videonu nəyə görə biz çəkirik ki? Gedin, qardaş, bir hadisə baş verir, maşının hər hansı bir maşın sürürsünüzsə, qırmızı işıqdan keçəndə siz evinizə videoda görüntüləri göndərilir SMS radar proqramından ki, bax, filan yerdə qırmızı işıq keçmirsən. Niyə gedib ona demirsiniz ki, yalandan deyirsən? Deyə də bilmərsiniz, düzdürmü? Çünki sizin görüntünüz var. Bu da görüntüdür də, qardaş, var, real görüntü çəkirəm mən sizin üçün. Sadəcə o cür danışan adamları mən başa düşə bilmirəm, necə yeyirlər, nətər yeyirlər, nə həyat yaşayırlar. Məsəl üçün bunlar, görürsünüz, 3 manatdan 1 manat 19 qəpik. Bu qiyməti mən qoymamışam ki, və yaxud da ki, like xəttinə, takip xəttinə yalandan bunu qoyub, çəkib təzədən cimməyə qoymuram ki, bax, Bravo içərisində olan qiymətlərdir. Və yaxud da ki, burada var 57% endirimlər, demək 12 manatdan 5 manat 20 qəpiyə düşən bu cür qablar da var, saxlama şüşə vazaları var, hansı ki, 19 avqusta qədər bu kampaniya qüvvədədir. Endirimlər çoxdur, istər ərzaqda, istər qeyri-ərzaq bölməsində, istər yüzü təmizləyici vasitələr var. Məsəl üçün 13 manatdan 5 manat, görürsünüz, Bravo onun içindən çəkiliş verir də, hanı o yalandır yazanlar. Və yaxud da ki, 9 manatdan 6 manat 60 qəpiyə kişi üçün alt paltarlar satılır, sabun qablar var, ayaqqabı üçün təmizləyicilər var, hansı ki, qiyməti 10 manat 65 qəpikdən 6 manat 99 qəpiyə düşübdür. Toplar var, hansı ki, 5 manat 90 qəpikdən 4 manat 99 qəpiyə düşübdür. Pervollar endirimdə neçədir görə pervolların qiyməti 21.99-dan 10 manat 49 qəpiyə düşüb. Persillər var, hansı ki, 40 manatdan düşübdür 15 manat 99 qəpiyə və bu kampaniyada 19 avqusta qədər qüvvədədir. Domestoslar da 7 manat 69 qəpikdən 4 manat 99 qəpiyə düşübdür. Bingolar da endirimdədir 17.65-dən 11.99-a düşübdür. Serpilər uşaq bezləri, hansı ki, 19.45-dən 9 manat 99 qəpiyə düşübdür. Feri, qabiya, maye 5 manat 49 qəpiyə, özdə 1 litr 350-dir. İndi bəziləri o gün yazmış tabii ki, sədərətdə bu qiymətdir, sədərətdə o qiymətdir. Qardaş, mən heç bir yeri pisləmirəm. Sadəcə o hər məhsulun öz qiyməti vardır. İndi sədərətdə sən nə alırsan mən bilmirəm.
harda doldurulmalıdır onu bilmirəm. Hansı ki TikTokda çıxır aradakı videolarda ki görmüsünüz şampunu evdə doldururlar, boçkalarda doldururlar. Yəni onunla o bir deyil. Mən məsəl üçün Clear şampunu alıram, açıq deyim ki 14 manat alıram, baha alıram. Amma Clear şampunu mağazalarda 3 manat, 4 manatdır. Niyə? Mənim pulum çoxdur? Yox. Sadəcə olaraq mən bilirəm də nə almaq lazımdır və hardan almaq lazımdır. Mən aldığım yer ən bahalı mağazalardan biridir Azərbaycanda. Orada endirim olmur. Oradan alırım. Reklam eləmək istəmirəm, adını çəkmək istəmirəm, amma hər kəs yəqin bilir haran deyirəm. Yəni o mağazada Azərbaycanda endirim olmur qətiyyən. Və oranın mallardakı super Avropa mallardır, ərzaqları oradan alıram. Yəni çox möhtəşəm mallar olur, çox gözəl şampunlar olur, çox gözəl təmizləyici vasitələr və hamısı da orijinal Avropa malları. Belə. Orada məsəl üçün elə elementar Red Bull'un qiyməti 19 manatdır. Konfet var ki, orada 140 manat kilosudur. 35 manatdan 14 manata və yaxud da ki, burada papiyalar var. 24 manatdan 10 manata, Avro tualet kağızı var. 35 manat 50 qəpikdən 12 manat 99 qəpiyə. Mətbəx kağızı var, hansı ki 3 qat 12 rulon Serpak 26 manat 55 qəpikdən 12 manat 99 qəpik. Bravo'nun Koroğlu filialında. Endirimlər çoxdur. Videoları izlərkən bəyənib takip etməyi unutmayın ki, paylaşımları qaçırmayasınız. Çünki qarşıdan yenə də böyük endirimlər gəlir, yenə də böyük xəbərlər olacaq.